Hər kəsə salam. Evinizi o sevdiyiniz, isti və rahat məkana çevirmək üçün böyük pullar xərcləməyin heç də şərt olmadığını bilirsinizmi? Gəlin bu gün birlikdə çox xərc çəkmədən evimizə necə yeni bir nəfəs gətirə biləcəyimizə baxaq. Yəqin siz də o bahalı interyer jurnallarına baxıb fikirləşmisiniz ki, belə bir evə sahib olmaq üçün gərək bir sərvət xərcləyəsən. Bu fikir çoxumuza tanışdır. Amma doğrudan da vəziyyət belədir. Həqiqətənmi komfort bu qədər bahalıdır? Əlbəttə ki, yox. Gəlin bu stereotipi qıraq. İndi sizə evinizi tamamilə fərqli bir havaya bürüyəcək 5 super sadə və effektiv üsul göstərəcəyəm. Və narahat olmayın, bunun üçün böyük büdcəyə yox, sadəcə biraz yaradıcılığa ehtiyacınız olacaq. Hazırsınızla başlayaq. Deməli, ilk qaydamız toxunuş hissi ilə bağlıdır. Söhbət tekstildən, yəni parçalardan gedir. İnanın mənə, bu bir otağın atmosferini demək olar ki, bir anda dəyişməyin ən asan və ən sürətli yoludur. Sadəcə bir anlıq təsəvvür edin. Divanın üstünə bir neçə dənə yeni, yumşaq yastıq atırsınız. Kreslonun kənarına toxunuşu xoş olan bir plet sərirsiniz. Otaq dərhal necə də istiləşir, elə deyilmi? Xüsusilə də flis və ya velur kimi parçalar insana toxunanda belə bir komfort hissi verir. Bu kiçik detallar məkanı dərhal daha dəvətkar göstərir. Yaxşı, evimizə yumşaqlıq qatdıq, indi isə keçək ikinci, bəlkə də ən vacib məqama, işıqlandırmaya. Bu əslində bir növ sehir kimidir. Düzgün işıq otağın bütün aurasını dəyişə bilər. Baxın, fərqi özünüz görün. Tək bir yerdən gələn kəskin, soyuq işıq otağı sanki bir ofis və ya xəstəxana otağı kimi göstərir. Cansıxıcı və stresli. Amma müxtəlif yerlərdən gələn isti, yumşaq işıq isə tam əksinə insanı dincəldir, rahatladır. Bizim də məqsədimiz məhz bu ikinci atmosferi yaratmaqdır. Yaxşı, bəs bu isti atmosferi necə yaradaq? Çox asandır, cəmi 3 addım. Birincisi, o soyuq, ağ işıq verən lampaları atın, yerinə isti sarı işıq verən LED lampaları alın. İkincisi, tək tavan işığı ilə kifayətlənməyin, künclərə stolüstü lampalar, torşellər qoyun və üçüncüsü, axşamlar şam yandırmağı unutmayın. Şamların o titrək, canlı işığını heç nə əvəz edə bilməz. Okey, evimizə yumşaqlıq və isti işıq qatdıq. İndi nə çatışmır? Əlbəttə ki, biraz həyat, biraz təbiət. Üçüncü məsləhətimiz məkanı canlandırmaqla bağlıdır, söhbət otaq bitkilərindən gedir. Bu mənim ən sevdiyim məqamlardan biridir. Bilirsiniz, bitkilər sadəcə bir dekor deyil, onlar sizinlə birlikdə yaşayan, nəfəs alan varlıqlardır. Onlar təkcə havanı təmizləmir, həm də evə inanılmaz dərəcədə müsbət enerji və canlılıq gətirir. İndi yəqin deyirsiniz ki, axı mən bitkiyə baxa bilmirəm. Heç problem deyil. Sansevieria və ya Zamyakulkas kimi, necə deyərlər, ölməz bitkilər var. Onlara çox az qulluq lazımdır. Onları gözəl dibçəklərə əkin, pəncərənin qabağında və ya boş bir küncdə özünüzə balaca bir yaşıllıq quşəsi yaradın. Fərqi dərhal hiss edəcəksiniz. Gəldik çatdıq bəlkə də ən çətin, amma ən effektiv məsləhətə. Bu çoxumuzun biraz çəkindiyi bir mövzudur, amma daxili rahatlıq üçün inanılmaz dərəcədə vacibdir. Söhbət səliqə sahmanından gedir. Bu cümlə əslində hər şeyi izah edir. Ətrafımızdakı dağınıqlıq əslində beynimizdəki dağınıqlığın bir əksidir. İnsanı yorur, stresə salır. Amma səliqəli bir məkana girəndə sanki beyniniz də dincəlir. Bu, pulsuz bir terapiya kimidir, həqiqətən də. Bəs bu böyük işə necə başlayaq? Gəlin asanlaşdıraq. İlk addım. Acımasız olun və aylardır, bəlkə də illərdir istifadə etmədiyiniz əşyalardan canınızı qurtarın. Sonra qalan o xırdaxruş əşyaları gizlətmək üçün belə gözəl, dekorativ qutulardan, səbətlərdən istifadə edin. Bu, həm səliqə yaradır, həm də çox şık görünür. Və nəhayət, biraz mebellərin yerini dəyişməklə oynayın. Görün, otaq necə dəyişir, necə genişlənir. Və gəldik sonuncu, amma mənim fikrimcə ən vacib məqama. Bura qədər danışdıqlarımız bir çərçivə idi. İndi isə o çərçivənin içini sizin ruhunuzla doldurmağın vaxtıdır. Bu, sizin evinizi başqalarının evindən fərqləndirən məqamdır. Evinizin divarları sizin hekayənizi danışmalıdır. Sevdiyiniz insanların fotolarını çərçivəyə salıb asın. Səyahətdən gətirdiyiniz o kiçik suvenirin arxasında yatan böyük bir xatirə var. Onu gizlətməyin, göstərin. Hətta sevdiyiniz kitablar belə sizin kim olduğunuzu göstərən ən gözəl dekor elementidir. Deməli, günün sonunda gəldiyimiz nəticə nədir? Rahat bir ev alınmır, yaradılır. Əsl komfort bahalı mebellərdə və ya brend əşyalarda deyil. O, sizin evinizdə göstərdiyiniz qayğıda, qatdığınız sevgidə və kiçik, amma mənalı toxunuşlarınızda gizlidir. İndi sizdən bir şey xahiş edirəm. Gözünüzü qaldırıb oturduğunuz otağa baxın.
Bu danışdıqlarımızdan sonra məkanınızı biraz daha sizin etmək üçün edəcəyiniz ilk balaca bir addım nə olacaq? Bəlkə kreslonun üstünə bir şal atmaq, ya da bir stolüstü lampanı yandırmaq. Unutmayın, ən böyük dəyişikliklər həmişə o ilk kiçik addımla başlayır. Sizin addımınız nə olacaq?